Əgər idmanla məşğul olmursansa, səninlə nə baş verəcək? Düşünürsən ki, idman sənlik deyil. Bax, əgər sən hərəkət etməsən, həyat sənsiz hərəkət edir. Sən təzyiq vermədiyin bədən təslim olur. Sabahları pilləkan çıxmaqda çətinlik çəkəsən, birisi gün isə güzgüyə baxanda sıxılasan. İdmansız bədən paslanır. Təbii ki, birdən yox. Zamanla tənbəllik yaranır, halsızlıq və deyirsən ki, sonra başlayaram da. Amma sonra gec olur. Çünki əzələ itir, onunla da xasiyyət. İdman etmək yekə qollar və yaxud da pres demək deyil. Bu, özünə hörmətdir. Sən özünə verdiyin sözü tutursan. Bax, səhər zaryadka etdin, sən artıq qalibsən. Bugün biraz qaçdın, sən artıq dünənkindən daha güclüsən. Şəkil və like üçün yox, sən bunu özün üçün edirsən. Bax, digərlərinin təslim olduğu yerdə sən hələ qızışmalısan. Hər gün az da olsa hərəkət et, bəhanə uydurma. Vaxtın yoxdur, bu yalandır. Həvəsin yoxdur, eybi yox, başlayanda yaranacaq. Və əgər bədənini məşq etdirmirsənsə, həyat səni məşq etdirir. Amma zalda yox, ağrı ilə. Özün seç, ya bədənini məşq etdirirsən, ya da bəhanələr ver.